Sual verirlər ki, deməli, şəkil göndəriblər və deyirlər burada necə oxunur? Birinci deməli, sual iqləb qaydasıdır. Mimmə tumbit, tumbit. Burada nundan sonra bə hərfi gəldiyi üçün iqləb qaydası baş verir. N səsi m səsinə çevrilir və iki hərəkət miqdarında uzadılır. Fikir verin. Tumbitu. Bizdə olan ambar, sümbül sözləri də buna misal olaraq deyə bilərik Azərbaycan dilində olduğu kimi. İkinci misalda da iqləbdir. Min bəqlihə. Burada da n-dan sonra bə hərfi gəldiyi üçün iqləb qaydası baş verir. Deməli, n, m səsi ilə əvəz olunur. İki hərəkət miqdarında uzadılır. Min bəqlihə. Yəni, n oxunmur hər iki sözdə. Sonra bir dənə də sual veriblər. Huva xayr. Dayandığımız zaman, deməli, meddullin qaydası baş verir. Ya 2, 4 və 6 hərəkət miqdarında uzadıla bilər. Yox, keçsək əgər, yenə də qaydanı hər dəfə təkrarlayırıq. Tənvinlərdən sonra vəslə gəldiyi üçün Hafsa Nasım qiraətinə görə özümüzdən i səsini artırırıq və oxuyuruq. Huva xayrun ihbitu. Baxın, xayrun tənvini deyirəm və i artırıram ki, digər ondan sonra olan sözə keçid eləyə bilim. Xayrun ihbitu.